Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademinin coğrafiya üzrə təlimçisiyəm. Bu günləri sizlər üçün izah etmiş olacağıq relyef formalarını, əsasən də eksogen relyef formaları haqqında geniş şəkildə danışmış olacağıq. Ümumiyyətlə görə eksogen relyef formaları hansılardır, nələrdir? Relyef formaları biz bilirik ki, endogen və eksogen olmaqla iki hissəyə bölünəcək. Endogen relyef formaları yerin daxilində yaranan proseslər nəticəsində baş verir bu relyef formaları. Məsələn, hər hansı bir zəlzələ, vulkan prosesləri zamanı yerin daxilində, yəni baş verən proseslər nəticəsində yaranan relyef formalarıdır. Bir də var eksogen relyef formaları. Eksogen relyef formaları isə yerin xaricində baş verən proseslər, məsələn, günəş istiliyi, işığı, məsələn, küləklərin baş verməsi, temperatur və s. yağıntıların olması, buzlaqlar, yeraltı sular və s. Bunların hər biri eksogen relyef formalarıdır. Və relyef formaları ölçülərinə görə də morfostruktur və morfoskulpturlar var. Bunlar endogen və eksogenlərdir. Morfostrukturlar planetar, mega, makro, mezo və mikro relyef formalarına bölünür. Planetar relyef formaları daha böyük. Məsələn, materiklər, materikin çıxıntıları, okean çökəklikləri, dağlıq qurşaqlar var. Məsələn, Alp-Himalay geosinklinal dağlıq qurşağı var. Məsələn, bunlar planetar relyef formalarıdır. Mega relyef formaları isə dağlar və düzənliklərdir. Yəni, böyük düzənliklərdir. Tutaq ki, Alp dağları, Himalay dağları, Amazon ovalığı və s. Bu dağların, düzənliklərin hissələri isə artıq makro relyef formaları adlandırılacaq. Məsələn, dağın hər hansı bir silsiləsinə aid olacaq. Mezo relyef formaları iri çay dərələri, zirvələr bunlar aid edilmiş olacaq. Mikro relyef formalarına isə barxanlar, duyunlar aid olmuş olacaq. Biz bilirik ki, yer kürəsində yaranmış ilk planet olub Pangeya materiki və ilk yaranmış okean isə Pantalas okeanı olub və bu materiklər, okeanlar bunun hər biri bu Pangeya və Pantalasdan parçalanaraq zaman-zaman yaranmışdır. Relyef formalarımızdan əsas biri dağlardır. Bunlara diqqət eləyək. Dağlar nədir? Dağlar əsasən belə deyək də hündür bir qabarıq formada olan belə deyək də təpəlikdir və bunların hündürlüyü müxtəlif olur. Dağlar hündürlüyünə görə alçaq, orta və yüksək dağlara bölünmüş olacaq. Dünyanın ən hündür zirvəsi Himalay dağlarında yerləşən Jomolungma, yəni Everest zirvəsidir. 8848 metrdir. Dağın zirvəsi mövcuddur, ətəyi mövcuddur və yamacı mövcuddur. Biz bunu bilirik. Əgərləri bu yamac dik yamacı da ola bilir, daha meyilli az olan yamacda ola bilir. Dağın hündürlüyü nə qədər çoxdursa, bir o qədər o cavan dağ hesab olunur. Yəni, yaşı azdır, geosinklinal ərazidə yerləşən bir dağdır. Məsələn, tutaq ki, bir Ural dağları var. Ural dağlarının ən hündür zirvəsi olacaq Narodniya 1895 metr. Bir də var, tutaq ki, Atlas dağları. Atlas dağlarının ən hündür zirvəsi olacaq Tubqal. Tubqalın da ən hündürlüyü nə qədərdir? 4165 metr. Yəni, görürsünüzmü? Burada artıq bu dağlar, Tubqal, Atlas dağları cavan dağdır, Ural dağları qədim dağdır. Aralarında nə qədər fərq mövcuddur. Və bundan əlavə dağlar yaşlarına görə faylı, qırışıq faylı və qırışıq dağlara bölünür. Məsələn, burada indi bu düzənliklərə keçməmişdən öncə onu qeyd edək. Qırışıq dağlar cavan dağlar adlandırılır, faylı dağlar qədim və qırışıq faylı dağlar isə yenidən törənmiş dağlardır. Yenidən törənmiş dağlar Altay, Sayan və Tianşan dağlarıdır ki, bunlar yenidən törənmiş dağlar adlandırılmış olacaq. Daha sonra bizdə dağlar hündürlüyünə görə qeyd etdik yüksək, orta və alçaq dağlar var. 1000 metrə qədər alçaq dağlardır. 1000-2000 arası orta dağlar, 2000-dən yüksək dağlar isə yüksək dağlar adlandırılacaq. Bunlara da bu formada diqqət edək. Və dağlar ilk öncə əsasən yarandı. Tutaq ki, platformanın inkişaf mərhələsi var da, 3-cü mərhələsində cavan dağlar formalaşdı. Yəni, hündür dağlar formalaşdı. Amma zaman keçdikcə artıq 4-cü mərhələdə bu dağlar aşındı. Yavaş-yavaş bəziləri düzənliyə çevrildi, qədim dağlara çevrildi və s. Bu formada olmuş olacaq. Yəni, dağlar zaman keçdikcə aşınır, daşınır, parçalanır və qədimləşir.
Bayaqlarda qeyd etmişdik. Bir də dağlar tektonik və vulkanik dağlar olur. Tektonik dağlar zəlzələ prosesi nəticəsində yaranan dağlardır. Vulkanik dağlar isə vulkan püskürməsi nəticəsində yarana bilən dağlara deyirik biz. Sonra burada görürsünüzmü vulkanik dağlar və yaxud da ki hansılardır? Bura mütləq şəkildə qeyd edin. Düzənliklərə baxaq. Düzənliklər də əsasən adətən xarici qüvvələrin təsiri nəticəsində yaranır düzənliklər. 3 hissəyə bölünür. Ovalıqlar, yüksəkliklər və yaylılara bölünəcək. Ovalıqlar əsasən akkumulyativ düzənliklərdir. Yüksəklik və yaylılar isə denudasiyon düzənliklərdir. Akkumulyasiya süxurların gətirib çökdürülməsi, denudasiya isə daşınması deməkdir. Adətən xəritələrdə siz yaşıl rənglə gördüyünüz hissələr bir növ ovalıqlardır. Məsələn, tutaq ki, Amazon ovalığı. Baxın, xəritəyə yaşıldır. Nə bilim, Hindçin nə düzülürsən, Böyük Çin düzənliyi nədir? Yaşıldır. Ta Şərqi Avropa düzənliyi yaşıldır. Deməli nədir? Bu ovalıqdır. Ovalığın hündürlüyü 200 metrə qədər olur. Yüksəkliyi 200-500 arasında, yaylalar isə 500 metrdən yüksək olacaq. Buna mütləq şəkildə diqqət edin. Ovalıqlar adətən platforma üzərində yerləşir. Amma dünyada 5 dənə ovalıq varsa, Orta Dunay, Aşağı Dunay, Kür-Araz, Kolxida, Padan. Padana və yaxud da Po ovalığı da deyirik. Bu ovalıqlar geosinkronal ovalıqlar adlandırılır. Və bəzən Lənkəran çökəkliyində, yəni Lənkəran düzənliyində, çökəkliyin yox, Lənkəran düzənliyində biz geosinkronal ovalıqları əlavə edirik. Yaylalar isə adətən belə deyək də geosinkronal və platformada olur. Məsələn, tutaq ki, Orta Sibir yaylası platformadır, amma ki, Anadolu yaylası nədir? Geosinkronaldır. Yəni bunlara mütləq şəkildə diqqət edək. Bir də var, cavan platforma əraziləri var və bunlar da düzənliklərdir. Turandır, Ön Qafqazdır və Qərbi Sibir ovalığı. Bunlar cavan platformalar adlandırılır. Bunlara mütləq şəkildə diqqət etməliyik və düzənlikləri mütləq ki yerlərində bilməliyik. Şahid dağlar var. Şahid dağlardan daha sonra deyəcəyik. Bunlar da denudasiyon adlandırılır. Yaylalardır ki, bunlar Afrika materikində yerləşirlər. Baxın, Amazon ovalığı görürsünüz necə bir ərazidir. Bu isə Braziliya yaylasıdır. Bu necə bir ərazidir. Səthi bəş çuxurlardan ibarətdir. Ən əsas biz gəldik nəyə? Eksogen qüvvələrə və onların yaratdığı relyef formaları. Ümumiyyətlə, eksogen qüvvələr çaylar, yeraltı sular, buzlaqlar, küləklər, dalğalar, cəryan və qabarma çəkilmədir. Adətən bunu testlərdə qarışdırırsınız. Yaradıcı relyef forması və dağıdıcı relyef forması olmaqla. Yaradıcı relyef formalarına akkumulyativ deyirik, dağıdıcı relyef formalarına denudasiyon deyirik. Yaradıcı relyef forması onun gətirmə konusu və delta çayın yaradıcı relyef formasıdır. Dağıdıcı relyef forması bu metanət deyilir, meandr, Astana, Şəlalə, Kanyon və Betlind. Bunları əzbərləyək imtahanlara düşə bilir. Yeraltı suların yaradıcı relyef forması travertindir. Dağıdıcı relyef forması Kars qıfı ilə nədir? Mağaradır. Buzlaqların yaradıcı relyef formaları Durumlin, Deldivial, düz morenlərdir. Amma dağıcı relyef forması Kars, Sirk, Təknəvari dərələr, yəni Turok dərələridir. Küləyin yaradıcı relyef formaları Duyun, Barxan, dağıcı relyef forması Şahid dağlardır. Dalğaların yaradıcı relyef forması Laqun, dağıcı relyef forması Abrazion düzənlikdir. Cəryan və qabarmanın yaradıcı relyef forması yoxdur, amma dağıcı relyef forması estuaridir. Bunlar adətən deltanı estuariya çevirir. Necə? Məsələn, cəryan okean suyunun bir yerdən digər yerə hərəkət etməsidir. Delta necədir? Şaxələnmişdir. Çay gəlir buradan, məsələn, mənsəbdə şaxələnir, düzdür. Burada çoxlu su gəldikdə artıq bu şaxələnmiş hissənin üzərini su götürür, birbaşa qıfa bənzər çökəklik yaranır, estuari yaratdı. Yəni dağıtdı, estuarini yaratdı. Eynisini də qabarma çəkilmə edir. Qabarma olduğu zaman olur bu. Çəkilmə olanda isə estuari yaranmaz. Ancaq qabarma olan zaman yaranmış olacaq. Daha sonra okean dibinin relyef formasına baxaq. Biz yer səthində relyef formalarını dağları düzənliklərə böldüyümüz kimi, okean dibində özünə məxsus relyef forması var. Məsələn, biz səthdən, yəni sahildən okeanın dibinə doğru getsək, materik dayazlığı, yəni şelf zonasına rast gələcəyik, sonra materik yamacına rast gələcəyik, materik ətəyinə, materik okean yatağına və abyssal düzənliyə, daha sonra orta okean silsilələri, okean novları və s. bunlara rast gəlmiş olacaq. Materik dayazlığı şeir sahildən 200 metr dərinliyə qədər olur. Adətən burada çökmə süxur qatı çox qalın olur. Əsasən belə deyək də canlı orqanizmlərin əsas hissəsi burada cəmlənir.
və eyni zamanda neftin, təbii qazın da, faydalı qazıntıların da əsas hissəsi buradan çıxarılacaq. Az meyilli olur. Daha sonra materik yamacına doğru gedirik. Materik yamacı çox meyilli olacaq. 200 metrdən 1500 metrə qədər olacaq. Və meyilli olduğuna görə də çökmə suxur qatı nazikdir. Yəni burada heç nə dayanmır da, birbaşa gedir dərinliyə. Materik ətəyi 1500 metrdən 3000 metrə qədər olan ərazi olacaq. Burada artıq qranit qatının yoxa çıxdığı qata biz materik ətəyi demiş olacağıq. Çünki okeanla materik tipli yer qabının sərhəddi adlandırılır bura. Abbisal düzənliklər isə okeanların dibində olan düzənliklərdir ki, böyük düzənliklər. Bu düzənliklər artıq çökmə suxur qatı qalın olacaq. 3000 metrdən dərin ərazilərdir bura. Bunlara mütləq diqqət edək. Orta okean silsilələri əsasən okeanın dibində olan dağlardır. Məsələn, tutaq ki, Atlantik okeanında Avrasiyanın Şimali Amerika materikinin ayrılmaz olmasında orta okean silsilələri yaranıb. Biz bu orta okean silsilələrinin hündür olduğundan bəzən suyun səthinə də çıxa bilirlər və səthə çıxdığı zaman bunu nə adlandırırıq biz? Adalar adlandırırıq. Məsələn, divergent adalar bu formada formalaşır. İslandiya adası və ya Müqəddəs Yeleyin adası, Pasxa adası və s. Novlar isə subduksiya zonalarında, toqquşma zonalarında adətən okean tipli yer qabığı, materik tipli yer qabının altına daxil olur. Bu okeanlarda dərin çökəkliklər yaranır. Bunlara biz novlar deyirik. Ensiz dərin çökəkliklərdir və bunlar okean novları, məsələn, tutaq ki, Nazca ilə Cənubi Amerika subduksiya zonasında formalaşıb. Burada həmin hissədə tutaq ki, Peru novu mövcuddur. Bunu belə deyirik. Amma orta okean dağ silsilələrinin kənarları boyu isə rift dərələr formalaşır. Mən indi buradan qənaətə gələ bilərəm ki, rift dərələri ayrılma zonasında, okean novları isə toqquşma zonasında formalaşacaq. Buna mütləq şəkildə diqqət etməliyik. Və ən əsas da imtahana düşəndə burada çökmə suxur qatının harda qalın olduğunu soruşur. Biz deyəcəyik materik dayazlıq şeftdə, materik ətəyində və okean yatağında, yəni abbisal düzənlikdə çökmə suxur qatı var. Yerlərində azdır. Belə, əsasən eksogen relyef formalarımızın da bu qədər. Sağ olun. Gələn videolarımızda görüşmək məqsədilə.